Dostlar salam. Hal-hazırda dəbdir, hamı arıqlamaq istəyir. Düzgün edirlər. Xəstəliklərin çox hissəsi köklükdən əmələ gəlir. Səbəbi köklükdür, yəni xəstəliklərin çoxsunun. Lakin bir məqam var. Niyə bir qrup insanlar arıqladıqdan sonra cərrahi əməliyyata düşürlər? Hansı cərrahi əməliyyata? Öd kisəsi çıxarılır. Çünki öd kisəsində daşlar yaranır. Bunu 3 dəqiqə ərzində sizə izah edim. Səhifəni bəyənin, videonu paylaşın, mən də yavaş-yavaş sizə danışım. Elə qrup insanlar var ki, qəflətən tez bir zamanda arıqlamaq istəyirlər. Aclıq eləyirlər, yağlı yeməklərdən imtina eləyirlər, az-az yeyirlər. Bu da gətirib nəyə çıxardır? Öd kisəsində durğunluğa, qatılığa. Çünki biz yemək yedikdən sonra öd kisəsi başlayır hərəkətə və ödü ötürür 12 barmaq bağırsağa ki, yediyimiz yemək həzm olunsun. Yemədikdə nə olur? Həmin öd qalır öd kisəsində. 12 barmaq bağırsağa ötürülmür. Bu da gətirib durğunluğa çıxardır. Durğunluq olan halda da yavaş-yavaş öd kisəsində kristallar və daşlar yaranır. Bu da gətirir nəticədə çıxardır ki, öd kisəsinin çıxardası oluruq. Bəzi hallarda bariatrik əməliyyatlardan sonra da bu ola bilər. Yəni mədə kiçiltmə əməliyyatından sonra da gələcəkdə öd kisəsində daşlar yarana bilər. Ona görə qəflətən qısa müddətdə arıqlamaq düzgün deyil. Arıqlamaq istəyirsiniz, həftəyə 1 kilo, kilo yarım arıqlasanız bu düzgün olar. Yəni aya 4 kilo, 5 kilo uzağı. Bu da olacaq düzgün arıqlama. Hərəkət eləmək lazımdır, düzgün qidalanmaq lazımdır. Çox aşağı kalorili yeməklər yemək lazım deyil. Çünki bizim orqanizmimizin gündəlik norması var. Həm karbohidratlara, həm yağlara, həm zülallara. Ona görə qısa müddətdə arıqlamağa çalışmayın. Bəzi hallarda qısa müddətdə arıqlayandan sonra insanlar əvvəlkindən də çox kökəlir. Yəni bu hallarda olur. Bunun da səbəbini inşallah növbəti videolarda izah edərəm. Videonu sona qədər izlədinizsə, videonu paylaşın, səhifəyə abunə olun ki, kanalımız inkişaf eləsin. Çox sağ olun, minnətdaram, sağlam olun həmişə.